Salam, hörmətli izləyicilər. Bəzi məlumatlara görə 1938-ci ildə Binəqədi rayonu ərazisində bir nəfər şəxs evinin üstünü qırlamaq üçün həmin əraziyə gəlir və burada qır toplamaq istəyir. O qır toplayan zaman burada müxtəlif heyvan qalıqlarına rast gəlir, yəni daşlaşmış heyvan qalıqlarına rast gəlir və beləliklə də həmin ərazidə arxeoloji qazıntılar aparılmağa başlanır. 1938-ci ildə bu ərazidə arxeoloji qazıntılar aparılmağa başlar və burada alimlər buranı məkirli petrol tələsi adlandırırlar. Burada çoxlu sayda heyvan qalıqlarına rast gəlinir, onların daşlaşmış formalarına rast gəlinir. Burada heyvanların məhv olmasının səbəbi orada qır qatının üzərində nazik görünən su təbəqəsi olmuşdur ki, həmin heyvanlar da o sudan istifadə etmək üçün həmin yerə yaxınlaşmış və burada qıra yapışaraq burada tələf olmuşlar. Burada nəinki deməli, yer səthinə yaxın məsafələrdə, hətta 1,5, 2,5 metr dərinlikdə heyvan qalıqlarına rast gəlmişdir. Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ çox qədim zamanlarda bura geniş ot örtüyünə malik olmuşdur. Həmin ərazidən axan Sumqayıt çayın təsiri nəticəsində həmin ərazilərdə heyvanlar burada məskən salıblar. Və beləliklə də arxeoloji qazıntılar aparılıb. Burada ən çox təsadüf olunan heyvan növü isə Binəqədi kərgədanı olur və Binəqədi kərgədanından da əlavə müxtəlif növ heyvanlar, quşların da sümükləri deməli buradan tapılır. Bu elmə flora və fauna qəbirstanlığı kimi də deməli daxil olur. 1982-ci ildə artıq deməli tarixi abidə kimi, təbiət abidəsi kimi deməli elmə daxil olur. Binəqədi gölü nəinki Azərbaycanda, dünyada çox nadir halda tapılan olan bir göllərdəndir. Lakin bunun bir analoqu, yəni bunun oxşarı olan göl Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında olan Qır gölüdür. Yəni bunun analoqu olan bir göldür. Çox sağ olun, təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.